Hər vaxtınız xeyir olsun yoldaşlar. Bugün AC kateqoriyası üzrə imtahana düşən ən çətin mövzu olan İnzibati İcraat haqqında qanun video izahının birinci hissəsini sizlərə təqdim edəcəm. Başlayaq. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının qanunu. Bu qanun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliyinə nail olmaqdan ibarətdir. Sual düşür ki, imtahana inzibati icraat haqqında qanun məqsəd nədir? Deməli, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanun aliyinə nail olmaq. Daha sonra birinci fəsil ümumi müddəalar. Qanun müəyyən etdiyi qaydalar. Bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sual düşür ki, imtahana inzibati icraat haqqında qanun nəyi müəyyən edir? İnzibati aktların qəbul edilməsi, icra olunması, yaxud ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını müəyyən edir, prinsiplərini müəyyən edir və prosedur qaydalarını müəyyən edir. Bu qanun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər hərəkətlərinə şamil olunur. Nə deməkdir bu? Bunu sadə dildə desək, inzibati icraat haqqında qanun təkcə inzibati orqanların verdiyi rəsmi qərarlara əsaslanmır. Həmçində onların fiziki yaxud da hüquqi şəxslərə qarşı etdiyi faktiki hərəkətlər də şamil edilir. Yəni ki, dövlət orqanları yalnız yazılı qərarlar verməklə deyil, həm də gündəlik fəaliyyətlərində inzibati icraat haqqında qanun müddəalarına əməl etməlidirlər. Misal üçün, polis əməkdaşı yol hərəkətini tənzimləyərkən müəyyən bir avtomobili saxlayıb ona hərəkət istiqamətini dəyişməyə əmr edir. Belə olan halda polis əməkdaşının hərəkəti inzibati akt deyil yoldaşlar, faktiki hərəkət hesab olunur. Lakin bu faktiki hərəkətdə inzibati icraat haqqında qanun müddəalarına uyğun olmalıdır. Yəni yoldaşlar, polis əməkdaşı vətəndaşa qarşı qanunsuz hərəkət edə bilməz. Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar. İnzibati orqan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları, onların yerli və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. Misal üçün, Sosial Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Elm Təhsil Nazirliyi bunlar müvafiq icra hakimiyyəti orqanlarıdır. Onların idarələri, yanında yaradılan qurumlar, daha sonra bələdiyyələr, həmçinin də qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxs də inzibati orqan ola bilər. Yaxud da hüquqi şəxs də inzibati orqan ola bilər. İnzibati akt inzibati orqan tərəfindən ümumi hüquq sahəsinə aid olan, müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxslər üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və digər növ hakimiyyət tədbiridir. Misal üçün yoldaşlar, bir tikinti şirkəti bina inşa edilməsi ilə bağlı icra hakimiyyətindən icazə istəyir və bunun üçün də icra hakimiyyətinə müraciət edir. İcra hakimiyyəti əgər tikinti şirkətinə binanın tikilməsinə bağlı icazə verərsə, həmin o tikinti şirkəti üçün icra hakimiyyətinin qəbul etdiyi icazə, yəni verdiyi razılıq, həmin inzibati akt hüquqi nəticələr yaradacaq və həmin şirkət də razılıq aldıqdan sonra tikinti işlərinə başlaya bilər. Maraqlı şəxs inzibati aktın qəbul edilməsi və müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və barəsində inzibati akt qəbul edilmiş və müvafiq hərəkət edilmiş şəxs, yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və qəbul edilmiş inzibati aktın və inzibati orqanın hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi, burada diqqətli olun yoldaşlar, hüquqlarına və maraqlarına yazacaqlar.
qanunla qorunan maraqlar olmalıdır. Birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsində irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs. Tutalım yoldaşlar, bir vətəndaş Sosial Müdafiə Nazirliyinə 50 statusun alınması ilə bağlı müraciət edir. Və Sosial Müdafiə Nazirliyi də onun müraciətinə baxır və sonda qərar qəbul edir. Və müəyyən yoxlamalardan sonra həmin vətəndaşa 50 statusun təyin edilməsindən imtina edir. Və bu halda maraqlı şəxs burada həmin vətəndaşdır. Çünki Sosial Müdafiə Nazirliyinin ona sosial təminatı, yəni sosial müavinəti təyin etməməsi onun sosial təminat hüquqlarından məhrum etdi və həyat səviyyəsinə təsir etdi. Burada maraqlı şəxs həmin müraciət edən vətəndaşdır. Ərizə maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciət edilir. Misal üçün, az öncə demişdim, tikinti şirkəti icra hakimiyyətinə müraciət edir və razılıq almaq istəyir tikinti işlərinin aparılmasına bağlı. Bunun üçün həmin maraqlı şəxs, yəni tikinti şirkəti icazənin verilməsi üçün, yəni inzibati aktın qəbul edilməsi üçün inzibati orqana, yəni icra hakimiyyətinə yazılı müraciət edir. Bu ərizə sayılır. İnzibati şikayət hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxs inzibati aktın qəbul edilməsindən imtinadan və ya inzibati orqanın hərəkət və hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciət edir. Tutalım yoldaşlar, bir şəxs, bir vətəndaş Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili Dövlət Agentliyinə müraciət edib və həmin agentlikdə vətəndaşın müraciətini təmin etməyib və həmin vətəndaş Elm və Təhsil Nazirliyi yanındakı Peşə Təhsili Dövlət Agentliyinin qərarından subordinasiya baxımından yuxarı inzibati orqana, yəni Elm və Təhsil Nazirinə yazılı müraciət şəklində müraciət edəcək. Bu inzibati şikayət adlanır. İnzibati icraat fiziki və hüquqi şəxslərin müraciəti əsasında və inzibati orqanlar öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla məmun olmuş prosedur qaydaları daxilində həyata keçirilən fəaliyyətdir. Görürsünüz yoldaşlar, geniş bir anlayışdır. Nədir inzibati icraat? Mən buna aid isə bir qısa misal çəkəcəm. Tutalım, bir şirkət lisenziya tələb edən fəaliyyət sahəsində məşğul olmaq istəyir. Bunun üçün də birinci lisenziya almalıdır. Lisenziyanı verən müvafiq dövlət orqanına müraciət edir. Həmin müvafiq dövlət orqanı da müraciətə baxır və sonda qərar verir. Baxın, bu prosedur, yəni bu proses inzibati icraat adlanır. Bir də bir şey deyim yoldaşlar, diqqətli olun. İmtahanda yazarlar ki, yanlış variant kimi. Yalnız inzibati orqanın öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi ilə bağlı inzibati şikayətlərə baxılması üzrə inzibati orqanlar tərəfindən inzibati icraat aktı qanunla müəyyən edilmiş prosedur qaydaları daxilində həyata keçirilən fəaliyyətdir inzibati icraat. Yalnız inzibati orqanın təşəbbüsü yox, ya inzibati orqanın təşəbbüsü də ola bilər, ya da ki, fiziki və hüquqi şəxslərin müraciəti əsası da ola bilər. Daha sonra diskresion səlahiyyətlər. Qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanun qərarlardan birini seçmə hüququnun verilməsidir. Diskresion səlahiyyətlərə aid isə bir misal çəkəcəm. Tutalım, rayonların birində zəlzələ baş verib və baş vermiş zəlzələ nəticəsində də rayon sakinlərinin yaşayış evlərinə ziyan dəyib. Və həmin sakinlərə rayon icra hakimiyyətinə bu məsələ ilə əlaqədar müraciət edir. Və rayon icra hakimiyyəti də qarşısında mümkün qanunun 2 qərar var. Deməli, bunlardan biri dəymiş ziyanın əvəzinin ödənilməsidir, digəri isə yaşayış evlərinin təmin edilməsidir. Belə olan halda inzibati orqan olan icra hakimiyyəti mümkün qanuna uyğun olan 2 qərardan birini qəbul edə bilər. Ya
evləri təmin edə bilər, ya da ki, dəymiş zərərin əvəzini ödəyə bilər. Baxın, bu diskresion səlahiyyətlərdir. Qarşılıqlı etimad inzibati orqanlar fiziki və hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Buna aid çox misal çəkmək olar. Mən sizə gömrüyə aid bir misal çəkəcəm. Tutalım, bir vətəndaş Dövlət Gömrük Komitəsinə müraciət edərək xaricdən ixal etdiyi malların gömrük rəsmiləşdirilməsini aparmaq istəyir. Vətəndaş bəyan edir ki, gətirdiyi malların dəyəri və miqdarı qanunvericiliyə uyğundur və heç bir qanunsuz mal yoxdur. Bu prosesdə yoldaşlar qarşılıqlı etimad özünü necə göstərəcək? Deməli, vətəndaş etibar edəcək ki, Gömrük Komitəsi onun bəyan etdiyi məlumatları obyektiv araşdıracaq və lazımsız əngəllər törətməyəcək onun üçün. Gömrük orqanı isə, yəni Gömrük Komitəsi isə vətəndaşın mallar barəsində düzgün məlumat verdiyinə və bəyan etdiyi qiymətlərin real olduğuna inanacaq. Əgər həmin vətəndaş daha əvvəl də ixal prosesini şəffaf aparıbsa və heç bir qanun pozuntusuna yol verməyibsə, gələcəkdə Gömrük Komitəsi həmin vətəndaşa qarşı daha etimadlı yanaşacaq. Baxın, bu vətəndaşla, yəni fiziki şəxslə inzibati orqan arasında qarşılıqlı münasibətlərdəki inzibati praktikaya əsaslanan, yaxud da qanuni hərəkətlərə əsaslanan inamdır. Bu, qarşılıqlı etimad sayılır. Aralıq inzibati konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Bir çoxunuza yəqin ki, maraq olar ki, nə deməkdir aralıq inzibati akt? Tərifi çox rahatdır, çox sadədir, amma mahiyyətini başa düşmək lazımdır bunun. Sən mən buna aid bir nümunə çəkəcəm. Tutalım, inzibati orqanlar qərar qəbul edərkən bəzi ara mərhələlərdən keçirlər. Bu ara mərhələlərdə müəyyən sənədlər və qərarlar qəbul edilir ki, yekun qərarın bir hissəsi olur. Amma özlərinin ayrılıqda bir hüquq qüvvəsi yoxdur. Misal üçün, yoldaşlar, bir şirkətə tikinti icazəsi veriləcək icra hakimiyyəti tərəfindən. Və bu icazənin verilməsindən qabaq əvvəlcə müvafiq qurumlar tərəfindən müəyyən yoxlamalar aparılacaq. Ekspert rəyləri hazırlanacaq və uyğunluq barədə qərar çıxarılacaq. Baxın, bu qəbul edilən ara qərarlar yekun icazə deyil. Sadəcə icazənin verilməsini aparan bir mərhələdir. Bu, aralıq inzibati akt sayılır. Əlverişli inzibati akt, maraqlı şəxsə hüquq verən və onun hüququnu təsdiq edən, yaxud üzərinə qoymuş vəzifəni götürən aktdır. Misal üçün, bir şirkət, az öncə misal çəkmişdimsə, lisenziya tələb edən fəaliyyət sahəsində məşğul olmaq istəyir. Bunun üçün lisenziyanı verən müvafiq quruma müraciət edəcək. Əgər həmin qurum ona lisenziya verərsə, həmin şirkət üçün bu olacaq əlverişli inzibati akt. Çünki ona hüquqlar verdi, əlavə hüquqlar verdi. Amma həmin şirkət lisenziya ilə bağlı icazəni verməzsə, artıq həmin şəxsi hüququndan məhrum etdi. Deməli, bu isə olacaq əlverişsiz inzibati akt. Əlverişli inzibati aktla əlverişli inzibati akt çox rahat tərifdir və bu mahiyyətini başa düşmək də çox asandır. Ümid edirəm ki, bu təriflər hər biri sizlər üçün mahiyyəti aydın oldu, yoldaşlar. Daha sonra keçirik maddə 3 qanun tətbiq dairəsi. Bu qanun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların fəaliyyətinə şamil olunur. Diqqətli olaq burada, imtahanda yanlış variant kimi yazırlar ki, inzibati icraat haqqında qanun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi təsnif edilmiş orqanların bütün fəaliyyətlərinə şamil olunur. Bütün fəaliyyətlər yazsalar səhvdir. Bütün fəaliyyətlərinə şamil olunur. Çünki 3.2-ci bənddə istisna olan fəaliyyət sahələridir. Yəni, inzibati icraat haqqında qanun, inzibati orqanların cinayət təqibi üzrə cinayət prosessual fəaliyyətinə və inzibati xətaları da işlər üzrə fəaliyyətlərinə şamil olunur. Misal üçün, əgər bir dövlət orqanı cinayət işlərinin araşdırılmasıdır, istintaqıdır,
yaxud da təqiblə məşğuldursa, bu fəaliyyət inzibati icraat haqqında qanunla tənzimlənməyəcək, başqa qanun verici haqqında tənzimlənəcək. Yaxud da bir şəxs inzibati xəta törədib və ona məsuliyyət təyin edilib. Bu proses inzibati icraat haqqında qanunla tənzimlənməyəcək, başqa qanunverici haqqında tənzimlənəcək. Yəni bir sözlə inzibati icraat haqqında qanun inzibati orqan kimi təsnif edilmiş orqanların bütün fəaliyyətlərinə şamil edilmir. Ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi, ələt azad iqtisadi zonası haqqında Azərbaycan Respublikasının qanuni tələbinə uyğun olaraq tənzimlənir. Bu da imtahana düşür yoldaşlar. Yazırlar ki, ələt azad iqtisadi zonasında inzibati icraatın həyata keçirilməsi hansı normativ hüquq haqqından tənzimlənir? Ələt azad iqtisadi zonası haqqında qanunla tənzimlənəcək. Yəni inzibati icraat haqqında qanun bura şamil edilmir. Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanuna nəzərdə tutulmuş müddəalar tamamilə müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. Maddə 4 aidiyyət. İnzibati orqanlar qanunla onların səlahiyyətlərinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qayda subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. 4.3-ə aid isə bir misal çəkəcəm. Tutalım, bir fermer öz təsərrüfatında bitki qoruma vasitələrindən istifadə edir. Və bu bitki qoruma vasitələri də ətraf mühit üçün təhlükəlidir. Su mənbələrinə ziyan vura bilər, digər bitki örtüklərinə ziyan vura bilər. Və belə olan halda iki qurum məsələyə qarşı. Birincisi, Kənd Təsərrüfatı Naziridir. Kənd Təsərrüfatı Naziri bitki qoruma vasitələrinin istifadə qaydasını müəyyənləşdirir. Digəri isə Ekologiya və Təbii Sərvətlər Naziridir. Ətraf mühitə qarşı törədilən təhlükənin qarşısının alınması sahəsində tənzimləmələr aparılır. Və bu iki orqan arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisə yarana bilər. Əgər mübahisə yarandığı halda subordinasiya baxımından yuxarı inzibati orqan, yəni Nazirlər Kabineti həll edəcək. Yəni hər ikisi də mərkəzi icra hakimiyyəti orqanı olduğu üçün subordinasiya baxımından Nazirlər Kabineti tabedirlər. Ya da ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya. Yoldaşlar, burada müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir. Yəni Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya tərəfindən həll ediləcək. Bir daha qayıdıram. Əgər aidiyyət və səlahiyyətlə bağlı mübahisə yaranarsa, ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən həll ediləcək. Ya da ki, müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən yaradılan komissiya tərəfindən həll ediləcək. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlərlə bağlı mübahisənin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyəndir. Yoldaşlar, burada isə müvafiq icra hakimiyyəti orqanı səlahiyyətlərini prezident həyata keçirir. Maddə 5. İnzibati orqanlar arasında qarşılıq hüquqi yardım. İnzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Öz səlahiyyətləri və imkanları daxilində. Nədir qarşılıqlı hüquqi yardım? Biz sizə buna aid bir misal çəkəcəm. Tutalım, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sahibkarlara yanğın təhlükəsi ilə bağlı təlim keçmək istəyir. Və bunun üçün də Fövqəladə Hallar Nazirinə müraciət edir ki, yanğın təhlükəsi ilə bağlı mütəxəssisləri həmin təlimə cəlb etsin. Və yanğın təhlükəsizliyi sahəsində Fövqəladə Hallar Nazirinin səlahiyyətlərinə aid olduğu üçün öz səlahiyyəti daxilində hüquqi yardım göstərməyə borclu Fövqəladə Hallar Naziri. Deməli, bu hüquqi yardıma aid bir nümunədir yoldaşlar. Daha sonra inzibati orqan bu qanunun 7.1-ci və 7.2-ci maddələri nəzərdə tutulmuş hallar istisna olmaqla müraciət daxil olduğu gündən 15 gün müddətli hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda inzibati orqan tərəfindən hüquqi yardım göstərilməsi müddəti
Onun məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə 15 günədək uzadıla bilər. Müddətlərə fikir verin yoldaşlar, müddətlərdə imtahana sual salırlar. 5.2. Subordinasiya baxımından tabelik münasibətlərində olan inzibati orqanların bir-birinə yardım etməsi qarşılıqlı yardım sayılır. Misal üçün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bu dəfə vergi qanunverici ilə bağlı təlim keçirir və İqtisadiyyat Nazirliyinə vergi qanunvericinə aid mütəxəssislərin cəlb edilməsi üçün müraciət edir. Baxın, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə ekspertləri göndərməsi, yəni ekspert dəstəyi verməsi qarşı hüquqi yardım deyil. Çünki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi subordinasiya baxımından İqtisadiyyat Nazirliyinə tabedir. Az öncə çəkdiyim misalda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi subordinasiya baxımından Fövqəladə Hallar Nazirliyinə tabe deyildir. Ona görə Fövqəladə Hallar Naziri səlahiyyəti daxilində ona hüquqi yardım göstərməyə borclu idi. Amma İqtisadiyyat Nazirliyinin vergi qanunverici ilə bağlı hüquqi yardım göstərməsi isə qarşılıqlı hüquqi yardım sayılmır. Yəni diqqətli olun burada yoldaşlar. 5-ci maddədən imtahana situasiya tipli test sala bilərlər. Yəni situasiya tipli testi yazmaq üçün də 5-ci maddənin mahiyyətini başa düşmək lazımdır. Maddə 6 hüquqi yardımın şərtləri. İnzibati orqan hüquqi yardım üçün aşağıdakı hallarda müraciət edə bilər. Yoldaşlar, 6-cı maddədən imtahana, yəni B kateqoriyası üzrə imtahana açıq tipli testlər düşür. Yəni yazırlar ki, inzibati orqan hansı hallarda hüquqi yardım üçün müraciət edə bilər? Yəni bu halları mütləq şəkildə əzbərləməliyik. Hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkətin müstəqil həyata keçirmə iqtidarında olmadığı hallarda, müəyyən məsələlər üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallarda, müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanı sərəncamında olduğu hallarda, baxın, olmadığı hallarda yazırlar. Yaxud da bir dəfə imtahanda yazıblar ki, müəyyən məsələnin həlli üçün tələb olunan zəruri xərclər, zəruri sənədlər sözü yerinə zəruri xərclər yazmışlar. Müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olması üçün tələb olunan xərclərdən çox olduğu hallarda, çoxun yerinə az olduğu hallarda yazırlar. Maddə 7 hüquqi yardım göstərməkdən imtinanın əsasları. Deməli, inzibati orqan hansı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilər? Hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda, yazılar səlahiyyətlərinə aid olmadıqda, qanunvericiliklə müəyyən edilmiş sözünü çıxardırlar. Səhv olacaq bu yoldaşlar. Qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmaqda. Hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqa zidd olduqda, hüquqi yardım göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə mane olduqda. Yazır ki, hüquqi yardımın göstərilməsi onun bütün vəzifələrinin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə mane olduqda. Bütün vəzifələr yox, funksional vəzifələri. Daha sonra hüquqi yardım qaydasında tələb olunan sənədlər və ya məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə. Yazırlar ki, hər hansı növ sirri təşkil etdikdə. Qanunla qorunan sirri təşkil etdikdə olmalıdır. Daha sonra inzibati orqan aşağıdakı hallarda hüquqi yardım göstərməyə borclu deyil. Yoldaşlar, diqqətli olun, imtahanda sual düşür ki, inzibati orqan hansı hallarda hüquqi yardım göstərməyə borclu deyil? Götürürlər variantların birinə, hüquqi yardımdan imtina üçün əsas olan hallardan birini qoyurlar və qarışdırırlar. Yəni siz bilməlisiniz ki, hansı imtina üçün əsasdır, hansı halda isə hüquqi yardım göstərilməsi üçün hansı hallarda isə hüquqi yardım göstərməyə borclu deyil inzibati orqan. Yəni bu halları ayırd etməyi bilmək vacibdir. Daha sonra başqa inzibati orqan daha sadə üsulla və ya daha az məsrəflə hüquqi yardım göstərə bilərsə, həmin inzibati orqan xahiş olunan yardım mütənasib olmayan yalnız böyük məsrəf hesabına hüquqi yardım göstərə bilərsə, mütənasib olan yazacaqlar imtahanda, ya da ki, yalnız kiçik məsrəf hesabına yazacaqlar. Diqqətli olun yoldaşlar.
İnzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən 3 gün müddətində bu barədə yazılı məlumat verməlidir. İmtahanda 3 gün yerinə 15 gün yazırlar. Niyə görə? Çünki inzibati icraat haqqında qanunda 15 gün sözü keçir hansısa bir hissədə. Ona görə qanunda istifadə olunan müddətləri yerlərini dəyişirlər. 3 gün yerinə 15 gün yazırlar, yaxud 15 gün yerinə 3 gün yazırlar. Yəni bu hissələrə fikir verin mütləq şəkildə. Deməli, inzibati orqan hüquqi yardım göstərməkdən imtina etdiyi halda ona həmin məqsədlə müraciət etmiş digər inzibati orqana müraciətin daxil olduğu gündən 3 gün müddətində yazılı məlumat verməlidir. Müraciət edən inzibati orqan hüquqi yardımdan imtina ilə bağlı məsələyə baxılması barədə hüquqi yardım üçün müraciət olunmuş orqana münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana müraciət edə bilər. Yuxarı inzibati orqan tərəfindən həmin məsələ 5 gün müddətinə baxılır və qəti qərar qəbul edilir. Hüquqi yardımdan imtina əsassız hesab edildikdə, yuxarı inzibati orqan belə yardımın dərhal göstərilməsi barədə hüquqi yardım üçün müraciət olunmuş inzibati orqana müvafiq tapşırıq verir. 7.4-ü mən isə misalla izahını verirəm. Tutalım, az öncə demişdim ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Fövqəladə Hallar Nazirinə müraciət edir ki, bəs yanğın təhlükəsi ilə bağlı təlim keçirəcəm və mənə ekspertlər göndər. Bunun üçün müraciət edir. Əgər Fövqəladə Hallar Naziri bu məsələ onun səlahiyyətinə aid olduğu halda hüquqi yardım göstərməkdən imtina edərsə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Fövqəladə Hallar Nazirinə münasibətdə nəzarət funksiyasını həyata keçirən yuxarı inzibati orqana, yəni Nazirlər Kabinetinə müraciət edə bilər. Nazirlər Kabineti də həmin məsələyə 5 gün müddətində baxacaq və qəti qərar qəbul edəcək. Əgər Fövqəladə Hallar Nazirinin hüquqi yardımdan imtinası əsassız hesab edildikdə, Nazirlər Kabineti hüquqi yardımın dərhal göstərilməsi üçün Fövqəladə Hallar Nazirinə müvafiq tapşırıqlar verəcək. Daha sonra maddə 8 hüquqi yardımla bağlı xərclərin ödənilməsi. Hüquqi yardımla bağlı müraciət etmiş orqan belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərclər 22 manatdan yuxarı olduqda həmin xərcləri ödəməlidir. Sənədlərin surətini rəsmi təsdiq etmək hüququ. İnzibati orqan özü və ya ona tabe olan orqan tərəfindən qəbul edilmiş inzibati haqların və digər sənədlərin sürətini təsdiq edə bilər. İnzibati orqan tərəfindən müvafiq qayda qəbul edilmiş inzibati haqların və ya digər sənədlərin təsdiqlənmiş surəti rəsmi qüvvəyə malikdir. Təsdiqlənməmiş surəti yazılar imtahanda, söz onu eləyirlər. Diqqətli olaq burada. Məzmunu dəyişdirilmiş və bütövlüyü pozulmuş sənədlərin təsdiq edilməsinə yol verilmir. İmtahanda bir dəfə yazıblar ki, qanunverici ilə müəyyən edilmiş hallar istisna olmaqla məzmunu dəyişdirilmiş sənədlərin təsdiq olunmasına yol verilir. Bu səhvdir. Yəni yol verilmir ümumiyyətlə. Sənəd təsdiq edilərkən aşağıdakı məlumatları əks etdirən vərəq tərtib olmalıdır. Bu da imtahan sualıdır yoldaşlar. Sənədin dəqiq adı, sənədin surətinin onun əsli ilə düz olması barədə qeyd, sənədin təsdiq olunduğu tarix və yer, məsul vəzifəli şəxsin imzası və inzibati orqanın möhrü. Sənədin təsdiq olunmuş surətin hər səhifəsi vəzifəli şəxs tərəfindən imza edilməli və möhür vurulmalıdır. Yazılar yalnız sonuncu səhifəsi vəzifəli şəxs tərəfindən imzalanmalıdır. Hər səhifəli vəzifəli şəxs tərəfindən imzalanmalıdır və möhür vurulmalıdır. İnzibati aktın və ya digər sənədin surətinin təsdiq edilməsi faktı müvafiq inzibati orqanda nə olmuş qayda qeydə alınmalıdır. İkinci fəsil ümumi prinsiplər. Maddə 10 hüquqi dövlətin ümumi prinsipləri. Azərbaycan Respublikasının inzibati icraat Azərbaycan Respublikasının konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsiplər əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri İnzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur.
Bu qanunda, yəni inzibati icraat haqqında qanun nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11 qanunçuluq prinsipi. İnzibati orqanlar qanunun tələblərini riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İmtahanda bir dəfə yazıblar ki, variantların birində inzibati orqanlar şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu doğrudur. Niyə görə doğrudur? Çünki əgər qanun yol verərsə, yəni qanun nəzərdə tutulmuş hallarda şəxsin hüquq və azadlıqlarına inzibati orqanlar müdaxilə edə bilər. Maddə 12 bərabərlik prinsipi. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Yoldaşlar, bir şeyə diqqəti çatdıracağam. Deməli, tez-tez imtahanlarda uyğunluq tipli test salırlar. Deməli, 1-ə yazırlar qanunçuluq prinsipi, 2 yazırlar bərabərlik prinsipi, 3 yazırlar etimad hüququnun qorunması prinsipi və ABCD-yə bu prinsiplərə aid olan müddəaları salırlar. Və siz bilməlisiniz ki, hansı prinsipə hansı müddəa aiddir. Bəzən imtahanda iştirak edən namizədlər hamı qanun və inzibati orqan qarşısında bərabərdir müddəasını qanunçuluq prinsipinə aid edirlər. Yəni qanun sözünü burada gördükləri üçün qanunçuluq prinsipinə aid edirlər. Bütün prinsiplərə aid olan müddəaları siz mütləq şəkildə bilməlisiniz. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Yəni ki, iki vətəndaş eyni şərtlə, eyni məsələyə dair müraciət edibsə, onlara eyni cür yanaşılmalıdır. Tutalım, inzibati orqan eyni ölçüdə və eyni yerdə torpaq sahəsi almaq istəyən iki vətəndaşdan birinə icazə verib, digərinə vermirsə, bu qaydanı pozmuş olur. Yəni, bərabərlik prinsipini pozmuş olur. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Tutalım, əgər iki işin əsaslı fərqləri varsa, inzibati orqan onları eyni cür həll edə bilməz. Müxtəlif hallara eyni qərar vermək ədalətsizdir, yoldaşlar. Misal üçün, bir sahibkar qanuni şəkildə icazə alıb obyekt tikmək istəyir. Digər sahibkar isə qanunsuz şəkildə obyekt tikir. İnzibati orqanda, inzibati yəni dövlət orqanı hər ikisinə eyni qərarı verə bilməz. Hər ikisinə icazə verə bilməz. Çünki biri qanuni şəkildə tikir, biri qanunsuz şəkildə tikir. Baxın, fərqli mühüm faktiki hallardır bu. Eyni cür qərar qəbul edə bilməz. İnzibati orqanın diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərinin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Yəni, əgər inzibati orqan hərəkətləri diskresion səlahiyyətləri çərçivəsindədirsə, inzibati orqan bu qəbul etdiyi qərarları hamıya eyni üsula və eyni qayda tətbiq etməlidir. Amma bu demək deyil ki, mövcud inzibati praktika heç vaxt dəyişdirilə bilməz. Zərurət olduqda mövcud inzibati praktikalara dəyişiklik edilə bilər. Misal üçün, yoldaşlar, mən sizə diskresion səlahiyyətləri izah edərkən bir misal çəkmişdim. Demişdim ki, rayonların birində zəlzələ baş verib və baş vermiş zəlzələ nəticəsində rayon sakinlərinin evlərinə ziyan dəyib. Və rayon sakinləri də mövcud vəziyyətlə əlaqədar icra hakimiyyətinə müraciət edirlər. Və icra hakimiyyətinin qarşısında da iki seçim var idi. Deməli, birincisi zəlzələdən ziyan görmüş evləri təmir etmək, digəri isə ziyanı pul ilə ödəmək. Baxın, hər iki qərar qanunauyğundur və icra hakimiyyəti bu qərarlardan birini seçə bilər. Amma qərar verərkən icra hakimiyyəti əvvəlki praktikaya uyğun olaraq eyni vəziyyətdə olan insanlara dair eyni qərarı qəbul etməlidir. Yəni, əvvəllər baş vermiş zəlzələdən sonra yaranan mövcud vəziyyətlə bağlı təmir qərarı verilirdisə, bu dəfə də eyni şərtlər altında təmir qərarı verilməlidir. Əgər yeni şərait yaransa, icra hakimiyyəti əvvəlki praktikanı dəyişdirə bilər. Yəni,
başqa bir qərar qəbul edə bilər. Tutalım, əvvəl təmir qərarı verildisə, bu dəfə ziyanı pul şəklində ödənməsinə bağlı qərar verə bilər. Yəni imtahanda yazırlar ki, mövcud inzibati praktika dəyişdirilə bilməz. Bu yanlışdır. Az öncə sizə nümunə çəkdim ki, mövcud inzibati praktika dəyişdirilə bilər. Daha sonra etimad hüququnun qorunması prinsipi. İnzibati orqanların inzibati praktikasına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. İmtahanda bir dəfə yanlış variant kimi yazıblar ki, mövcud inzibati praktika yenisi ilə dəyişdirilə bilməz. Bu yanlışdır. İctimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktikanın yenisi ilə dəyişdirilməsinə yol verilir. Və yeni inzibati praktika davamlı olmalıdır və ümumi xarakter daşımalıdır. Yəni hamıya şamil olmalıdır. Baxın yoldaşlar, bu prinsip inzibati orqanın əvvəlki qərarlarına və təcrübəsinə uyğun hərəkət etməli olduğunu bildirir. Yəni dövlət qurumları oxşar hallarda eyni cür qərarlar verməlidirlər ki, insanlar gözlənməz dəyişikliklərlə qarşılaşmasınlar. Ancaq bir halda əgər ictimai maraqlar tələb edərsə, bu mövcud təcrübə, yəni mövcud inzibati praktika dəyişdirilə bilər və davamlı olmalıdır və ümumi xarakter daşımalıdır. Sizə buna aid bir misal çəkəcəm və daha aydın olacaq sizə. Tutalım, inzibati orqan mağaz açmaq üçün sahibkarlardan müəyyən sənədləri tələb edir. Əgər illərdir eyni sənədlər tələb olunursa, sahibkarlar bu prosedura öyrəşəcək və buna uyğun hərəkət edəcəklər. Lakin inzibati orqan ictimai maraqları nəzərə alaraq, misal üçün ictimai maraqlara aid sizə bir nümunə çəkim. İcazə prosesini sadələşdirmək üçün sənəd tələblərini dəyişdirmək qərarına gələrsə inzibati orqan, bu yeni inzibati praktika hamıya şamil edilməlidir və davamlı olmalıdır. Yəni bir sahibkardan yeni sənədlər tələb olunub, digərindən əvvəlki qaydalar əsasında sənəd tələb oluna bilməz. Yəni burada qeyd edildiyi kimi yeni inzibati praktika ümumi xarakter daşımalıdır və davamlı olmalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və hüquqi şəxslərin etimadı qanunla qorunur. Baxın yoldaşlar, bu prinsip fiziki yaxud da ki, hüquqi şəxslərin dövlət orqanlarının verdiyi vədlərə və bəyanatlara güvənə biləcəyini göstərir. Əgər bir dövlət orqanı rəsmi şəkildə hansısa qərarı qəbul edəcəyini vəd edibsə, yaxud da bunu bəyan edibsə, buna bağlı bəyanat veribsə, fiziki şəxslər, yaxud da ki, hüquqi şəxslər bu vədə əsasən hərəkət edəcəklər. Sonradan həmin dövlət qurumu bu vədə əməl etməzsə, bu qanunsuz olacaq. Çünki vətəndaşların ona etimadı qanunla qorunur. Daha sonra inzibati orqanlar bu qanun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri yaxud da bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Nə zaman etibarlı sayılacaq? Yalnız yazılı formada olduqda etibarlı təminat sayılacaq. Bu qanun 63-cü və 67, 68, 69-cu maddələr də təminatlara şamil olur. Mən sizə bu maddələrə keçəndə bir daha bu hissəyə qayıdacağam. Fiziki və hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 14 diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüquqlar daxilində, qanunla verilmiş səlahiyyətlər daxilində həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Yəni məqsədindən kənara çıxa bilməz. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəlmiş qərarlar qəbul oluna bilməz. Yoldaşlar, əgər imtahanda bu cümləni versələr sizə əsassız sözünü çıxartsaq, bu səhv olacaq. Çünki diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı müəyyən hallarda
fiziki şəxsən hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qərarlar qəbul edilə bilər. Yəni qanunda bu mümkündürsə, əgər inzibati orqanın qarşısına mümkün qanuni iki qərar qoyulubsa və bu iki qərarın hər ikisi də fiziki şəxsin hüquqlarını və azadlıqlarını əsaslı şəkildə məhdudlaşdırılmasına yönəlibsə, belə bir qərar qəbul edilə bilər. Amma əsassız məhdudlaşdırılmasına yönəlmiş qərarlar qəbul oluna bilməz. Maddə 15 formal tələblərdən sui-istifadənin qadağan olunması. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.1-ci maddə inzibati orqanların fiziki və hüquqi şəxslərə əsassız tələblər qoymasını qadağan edir. Yəni qanunda konkret məcburi hallar göstərilmədiyi müddətcə dövlət qurumları yalnız kağız üzərində qaydalara əməl olunduğunu göstərmək üçün fiziki və hüquqi şəxslərə əlavə öhdəliklər yükləyə bilməz. Tutalım, vətəndaşın mağaza açması üçün qanunda yalnız vergi qeydiyyatına düşmək və sanitar gigiyena qaydalarına əməl etmək tələb olunur. Amma müvafiq inzibati orqan vətəndaşdan əlavə olaraq lazımsız bir sertifikat almasını tələb edir. Baxın, bu qanunsuzdur. Çünki həmin sertifikat qanunda məcburi şərt kimi göstərilməyib. Əgər məcburi şərt kimi göstərilsəydi, inzibati orqan onu tələb edə bilərdi. Və fikir verirsiniz, burada yazıb ki, qanunda məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla. Bir dəfə imtahanda yazıblar ki, formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki şəxslərin üzərinə heç bir halda öhdəliklərin qoyulmasına yol verilmir. Bu yanlışdır. Qanunda məcburi şərt kimi nəzərdə tutularsa, yol verilə bilər. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.2-ci maddənin mənası ondan ibarətdir ki, əgər qanunda konkret olaraq nəzərdə tutulmayan hər hansı bir formal tələbə tam əməl olunmasa belə, inzibati orqan bunun əsasında qərar qəbul etməkdən imtina edə bilməz. Yəni, qanunda birbaşa göstərilməyən əlavə şərtləri əsas gətirərək fiziki və hüquqi şəxslərin işini ləngitmək olmaz. Bu qanunsuzdur. Misal üçün, bir sahibkar öz biznesini qeydiyyatdan keçirmək üçün lazımi sənədləri inzibati orqana təqdim edir. Yəni, qanunda göstərilən lazımi sənədləri inzibati orqana təqdim edir. Qanunda tələb olunmayan xüsusi bir arayışı təqdim etmək üçün dövlət orqanı onun qeydiyyatını qəbul etməkdən imtina edir. Bu qanunsuzdur, yoldaşlar. Çünki həmin tələb qanunda birbaşa nəzərdə tutulmayıb və sahibkarın yalnız formallıq xətrinə belə bir tələbi yerinə yetirmək məcburiyyəti yoxdur. 15.3. İnzibati orqanlar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməzlər. Burada diqqətli olun, yoldaşlar. Bir dəfə imtahana yazıblar ki, hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olmayan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməzlər. Düzəldilməsi mümkün olan olmalıdır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması. Fiziki və hüquqi şəxslərə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsində irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Tutalım, fiziki şəxslərə münasibətdə bir hüquq norması tətbiq edilməlidir inzibati orqan tərəfindən. İnzibati orqan bunu ya maraqlı şəxsin vəsatəti əsasında, yaxud da ki, xidməti vəzifəsində irəli gələn hallarda öz təşəbbüsü ilə bu normanı tətbiq etməlidir. Yəni, buna məcburdur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətinə aid olduğu hallarda
Maraqlı şəxs diskresion səlahiyyətlərinin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Misal üçün, fiziki şəxsə hüquq norması tətbiq edilməlidir və bu da inzibati orqanın diskresion səlahiyyətləri çərçivəsindədir. Fiziki şəxs həmin diskresion səlahiyyətləri düzgün həyata keçirilməsini inzibati orqandan tələb edə bilər. Bu onun hüququdur. Maddə 17 mütənasiblik prinsipi. Fiziki və hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxilə nəzərdə tutan tədbirlər inzibati orqanın gütdüyü qanuni məqsədə mütənasib olmalıdır və həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Buna aid isə bir sadə misal çəkəcəm. Tutalım ki, bir kafedə gecələr çox yüksək səslə musiqi çalınır və ətrafdakı insanlar da bundan müvafiq inzibati orqana şikayət edirlər. Müvafiq inzibati orqan da məsələyə baxaraq qərar qəbul edir. Əgər bütün şəhərdə gecə saatlarında musiqi qadağan olunsa, bu mütənasib olmaz. Çünki problem təkcə bir kafedədir. Əgər yalnız həmin kafedə musiqi səviyyəsini azaltmaq, yaxud da ki, müəyyən saatdan sonra ümumiyyətlə musiqini söndürmək tapşırığı verilərsə, baxın, bu mütənasib qərar olar. Çünki həm insanların rahatlığı qorunacaq, həm də kafeyə fəaliyyətini davam etdirmək imkanı veriləcək. Yəni, qəbul edilən bu qərar həmişə məqsədə uyğun və ədalətli olmalıdır. Ümid edirəm ki, 17-ci maddə sizin üçün aydın oldu. Maddə 18 çoxun azə etifa etməsi prinsipi. İnzibati orqan mənasına görə fiziki və hüquqi şəxslər tərəfindən əvvəl edilmiş başqa hərəkətlə etifa olunan hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.1-i sadə bir misalla sizə izah edəcəm və tam şəkildə mahiyyəti aydın olacaq. Bildiyimiz kimi yoldaşlar, dövlət quluna qəbul müsabiqə əsasında keçirilir. Müsabiqə də test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Baxın, tutalım bir şəxs dövlət quluna qəbul imtahanından keçib və sertifikatı alıb, test imtahanını. Və bu sertifikat həmin şəxsin test imtahanı uğurla verdiyini təsdiqləyən sənəddir. Əgər şəxs müsahibə mərhələsində iştirak edirsə, dövlət orqanı ondan yenidən test imtahanından keçməsini tələb edə bilməz. Çünki sertifikat artıq bu mərhələnin uğurla başa çatdığını etibar edir. Ümid edirəm ki, 18.1 bu misal əsasında mahiyyəti sizə aydın oldu. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədi ilə uzlaşan hissəvi arayışlara və icazələrə etibar edir. Buna aid də sizə bir nümunə çəkəcəm. Tutalım, bir aptek fəaliyyət göstərmək üçün lisenziya alır. Bu lisenziya dərman vasitələrinin satışı üçün ümumi icazəni etibar edir. Yəni, ümumi icazəni əhatə edir. Əgər həmin lisenziya artıq reseptsiz satılan dərmanları əhatə edirsə, əlavə olaraq reseptsiz dərman satışı üçün ayrıcı icazə tələb olunmamalıdır. Çünki ümumi lisenziya bu fəaliyyətin içində gedir. Maddə 19 mötəbərlik prezumpsiyası. İnzibati icraat zamanı işin faktiki hallarla əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərini təsdiq edən əlavə sənədlərin və yaxud da məlumatların tələb olunması qadağandır. Tutalım, fiziki şəxs tərəfindən inzibati orqana sənəd təqdim olunur. Əgər həmin sənədlərin həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, onlar mötəbər hesab olunur. Və həmin fiziki şəxsdən sənədlərin mötəbərliyini təsdiq edən əlavə sənəd tələb edilə bilməz. Bu qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bir dəfə imtahanda yazıblar ki, yanlış variant kimi. Fiziki şəxs tərəfindən təqdim olunmuş sənədlərin mötəbərliyinin əsaslı şübhələr olduğu hallarda o
müstəqil şəkildə və öz hesabına mötəbərlik müəyyən edilməsi üçün tədbirlər görməlidir. Bu səhvdir. Bunu fiziki şəxs yox, inzibati orqan müstəqil şəkildə və öz hesabına mötəbərlik müəyyən edilməsi üçün tədbirlər görməlidir.